Herkese salam, mən Fidan. Bu günlər sizlərlə birlikdə yeni il alış-verişinə çıxırıq. Oradan sonra da evə gəlib sizlərlə birlikdə həm otağı, həm də zalda dekor eləyəcəyik birlikdə. Yəni birlikdə yolka quracağıq. Otağımda aksesuarların falan yanına belə düzəldəcəyik. Və yanımda bu günləri bacım olacaq. Xədiş bu gün kameramanım olacaq. Yəni mənim mağazada falan xərcə çəkəcək. Yanımda da atamız olacaq. Yəni bu gün bir yerdə sədərə gedirik. Bunun üçün sədərə gedirik. Özəl bir şey. Belə özəl sədərə. Xəzər ilə kombinlərimizi sizə göstərək. İndi ev kimi mən belə köynək geymişəm. Altında da belə bəki şal var. Xəzərdə belə sarı köynək, altında da qara şal var. Mən kurtkamı falan geyindim. Xəzər dediyi kurtka geyinsin, amma Xəzər belə geyinmək istədi. Niyə Xəzər? Çünki kombinlə elə uyumluymuş. Nəysə. Mən də belə geyindim. Bak qışda. Mən öyle kurtka papaq da taxacaqdan baxmadım. 130 nömrəli avtobusdayım. Bu evimiz tavanın aldığıdır bunlara. Oh my god, burası çok iyi. Ay burada ne şey? İndi gedirəm bir dənə səbət götürməyə, çünki burada çox qəşəngdir. Şu an bir mağaza tapdım. Bunlar var ya, tabiə adamlı qablardır, amma çox qəşəngdir. Yəni bunları belə göstərəcəm. Bu mağaza çox qəşəngdir, hər şey var. Bunlar Instagram'da falan viral olanlardan, böyle şişe kimi damızı görsənir. 1, 2, 3, 4, 5, 6 tane. Burada belə şamlar var, bunu istiyorsan məncə qoymaq çox qəşəng olar. Bunun ağ rəngi götürürük. Mesela elə ağ rəngi, qırmızı falan yox, belə ağ sarı daha qəşəng görsənəcək. 20 gün şey. Neçə də o? Bizde təşrif var, məncə yoxdur. Sıra yok. Bu ikisi də Məryəmin ad günü Məryəmə hədiyyə olaraq götürürəm. Buradakı iki dənə evdə hamısını göstərəcəm ayrı-ayrı. Bunlar töküm. Xəzərdə bu ikisini götürdüm. Hədiyyə aslında. Dənizə keçmə yeri var. Bu işıqdan götürəcəyik belə. Aldığımız şeyləri belə yerə qoydum. İndi sizə bir-bir çəkib göstərəcəm. Və canım, mən belə pijamalarımı falan geyinim. İndi sizə aldıqlarımı göstərəcəm. Yəni aldıqlarımızı göstərəcəm. Amma yolkanı falan bəlkə ayrı videoda qurdum. Əgər bu videoda qursam, böyük ehtimal davamını izləyəcəksiniz. Olmasa da ayrı bir video seçəcəm onlar üçün. İndi başlayaq. Yəni ilk öncə bununla başlayaq. Bunu bir mağazadan almışıq. Bunun içində olanların hamısını ümumiyyətlə bir mağazadan almışıq. Və canım, onu da deyim ki, bundan qiymətlərin heç birini bilmirəm, heç birini xatırlamıram. Çünki orada heç birinin üzərində yazılmamışdı. Yəni biz kassada nə ödədik oydu. Yəni kassaya gələndə orada vurdular və biz ödədik. Neyse, başlayaq. Əminci belə bir maralımız var. Bu çox qəşəngdir, zərli görsənir. Əslində bu belə bunun işıqlı falan olanlar da vardı. Belə ne diyeyim, daha yeşələr, daha böyüklər. Amma biz bunu seçdik. İndi bunun neyəsini deyəcəm. Çünki biz bir dənə şaxtaba almışıq balaca. Bundan eyni boydadır da. Belə yəni ayaq üstü belə yerə qoyanda ikisi də eyni səviyyədə olsun yəni. Bu da belə görsənir. Məncə bu çox qəşəngdir belə. İkinci şeylə devam edək. İkincisi də o beyaz dediyim şaxtaba vardı. O da belədir. Bu da maralla eyni səviyyədə olur. Yəni eyni boydadır. Bunları yolkan altına qoymaq üçün almışıq. Yəni çox qəşəngləri. Çox şirin görsənir. Belə. Məncə bu da bayağı qəşəngdir. Sonra həmin o mağazadan belə yolka üçün aksesuar almışıq. Belə bunlar da bizim keçən ildən də vardı. Onları da çıxardım, indi göstərəcəm sizə keçən ilki qalan iquşkalar da. Bu belədir. Bunun orada böyük səhraylar falan da vardı. Onlar da çox qəşəngdir. Sadəcə olaraq bizim dekorumuzun rənginə səhra rəngi uyumlu deyildi, yəni ona görə onu almadıq. Amma yenə də bu da belə qəşəngdir.
İndi ikinci şey və bu da həmin o mağazadan aldığımız sonuncu şeydir. Bunu mən özüm istədiyim, normalda bilirsiniz, yəni bu çox da belə lazımlı bir şey deyildi. Amma belə kurabiyə şəklində bir şey istəyirdim. Ya yastıq alacaqdım, ya da bir şey. Yastıq tapa bilmədiyim üçün mən də belə şinyat qabı aldım. Bunun içinə böyük ehtimal belə konfetlər falan, Oreo ya da necə deyim, belə tıqlı konfetlər olur. Tam yeni üçün. İndi Bravo'da falan tapsam əgər alacağam. Bu da belə. Dəmirdir bu arada bu da. İkinci blokla devam edək. Burada bununla üçünü bir mağazadan almışıq. İndi göstərim. Bu belə yolkanın altlığı üçündür. Hətta açaqlığına da baxaq. Bunu belə yolkanın altına qoyursunuz, yumru olur. Onu da yolkanın qurağına göstərəcəm, belə tam deyil, belə. Bunun üstündə belə detalları qızıl rəngdədir. Biz ümumiyyətlə hər şeyi çalışdıq ki, ya qızıl olsun, ya ağ olsun, ya qırmızı olsun. Ona görə belə çox şey uyumludur. İkincisi, yolka üçün belə yumru iqruşkalardır. İqruşka deyirlər də bunlar. Hə, iqruşka. Bunlar da belə. Bunları indi açmıram. Yolka üçün qurağını dekor eləyəndə falan onları açmıram üçün bir ayrılıqla göstərəcəm. Bu da sinifimizdə qızlarla sinif otağını bəziyyəsi. Mənə dedilər ki, sən zər al da. Mən zəri görəndə bir zər aldım. Bunu yəni ev üçün almamışım. Bu sinif üçündür. Sinifi bəzəsək, onun da şəklini falan buraları bir yerə qoyaram. Əgər bu video hazır olana qədər eləsək. Hətta bu dəqiqə qızlarımız yerisi sinifdə atışdıq və belə pul yığdıq. Bir yerdə sinifi bəzəmək üçün belə dekor əşyalar falan lazım. Üçüncü olaraq da belə bir şey almışıq. Bu da ev üçün deyil, daha doğrusu ev üçün, amma yəni qapının ağzına qoymalıqdır. Belə bizi göstərin. Aha. Bu patezin girişinə belə qoyursunuz, belə içəri girəndə falan görsənmək üçündür. Məncə bu da qəşəngdir, bu da çox şirin görsənir. Elə qapı ilə davam etmişkən qapı üçün aldığımız bir şeyi göstərəcəm. Bu da belə qapı süsüdür. Belə göstərim. Belə. Bu da Merry Christmas yazılıb üstündə. Məncə bu da çox şirin görsənir. Bu ikisi yəni qapı üçündür. Bunlar hətta ikisini bir yerdə qoyun belə kənara. İndi yenə bir yerdən aldığım belə əşyalar var. Bunların hamısını bir yerdən almışıq. Ən birinci belə, bunlar məncə bilirsiniz. Bunlar nə üçündür? Bunun adını anamdan soruşdum. Anam buna deyir ki, cızbızda eləyib, biz uşaq vaxtı. Şu an adı bilmirəm nədir. Mini fişənglər deyək də, mini fişəng, elə oxşuyur zaten. Sonra yolka üçün belə Instagramda viral olan yolka üçün oyuncaq var deyə. Bu əslində o birinci göstərdiyim maralı falan alanda aldığımız yerdən almışdıq. Bu klokların içində necə bilmirəm. Belə bunun içində ipləri var, özümüz saxlıq. Hətta bunu açsın birini göstərin, baxın görünüzü göstərir. Baxın belə. Buzlara oxşuyur. Sanki buz, yəni yolkadan asanda sanki buzlar tökülmüş kimi göstərəcək. Sonra belə şam falan aldıq. İndi üstə onu göstərdim. Bunu süfrə üçün almışıq. Belə iki dənə şam aldıq. Şamın da altına qoymaq üçün belə şam altlığı almışıq. Belə ikili. Məncə bunlar çox qəşəngdir. Bunlar süfrəyə qoymaq üçün almışıq bu arada. Bir də belə qar spreyi almışıq. Bunu da şüşəyə 2026 yazmaq üçün almışam. Bir də bəlkə yolkanın üzərinə qar effekti vermək üçün. İndi isə işıqlara keçək. İşıq olaraq da işıqların da ikisini bir yerdən aldıq. Onlardan da biri pərdə üçündür. Belə pərdədən asılları belə unlu olaraq. Bu odur. Belə bunun üstündə belə ince detalları var bu arada. Belə. Bunların ikisini bir yerdən almış. Bu arada ağzı bağlanmadır. Orada əmi bizim üçün açıb göstərdi, yoxladı ki, işləyib işləmir, yəni ona görə. Bir də belə işıq almışıq. Bu da yolka üçündür. Məncə bunu da görərsiniz. Instagramda ya da TikTokda viral idi. Belə yumrudur. 50 metrdir bu arada bu da. Bu işığı yandırsam yanar. Yox, bunlar ayrıca toka taxılıb işləyənlərdəndir. Bu da belə. Hamısı bu arada ikisi də sarı rəng işıqdır. Yəni ağdı, nə belə necə deyim, qırmızı falan. Full ikisi də sarı rəngdə işıqdır. Sonra buradakı blokla davam edək. Burada da belə kutu almışıq. Bu kutular kesin niyə aldım? Bunlar belə üçlü kutulardır. İndi sizə bunları göstərəm. Bunları həm yolkanın altına qoymaq üçün, həm də 31 dekabr Məryəmin acı, indi Məryəmin hədiyyəsini bunun içinə qoyacağam. İndi bir şey göstərim. Məsələn, birincisi belə böyükdür, ikincisi biraz balacadır, üçüncüsü də içində də belə balaca. Bu böyük ehtimal ortancıl və balacanı evdə saxlayarıq, amma böyüyün içinə Məryəmin hədiyyələrini yerləşdirəcəm. Belə. Bunlar da belə üçlü qutuydu, içinə qoyum. İndi də süfrə üçün aldığımızı göstərəcəm. Bunu anam tapışır, daha doğrusu anam aldı. Yəni anamın istəyi idi. Belə altılı qab dəstədir yeni içində. Belə göstərəm. Qutusu çox qəşəngdir axı. Buna baxın, belə vibe falan yeni içində. Bunun içində altılı qabdır.
Bunları ayrıca süfrədə falan göstərərəm. Belə açamayacağım çünki çox ağırdılar. Bir də 6 stəkan dəst aldıq. Bu arada ailədə 6 nəfər deyilik. Normalda 5 nəfər, sadəcə birini əlavə olaraq içində olur da. Bu da belə stəkan dəstidir. Hətta bunu açıb göstərə bilərəm əslində. Bunu şu an belə açıram. Oha, bunlar da ayrı-ayrı kutulardadır. Baxın, bunlar da belə. Mən öz məşğələmdə bazımızda öz sinif yoldaşları arasında sekretant eləmişdilər. İkimizə də qız çıxıb da adlarını deməyəcəm çünki bu videonu izləyəndə bəlkə bilərlər falan, ona görə demək istəmirəm. İndi onlara aldığımız hədiyyələri göstərirəm. 2 dənə fincan almışıq, amma bu 2 dənə fincan belə çox soyuq durur. Ona görə yanına böyük ehtimal 2 dənə Alpengold alacağıq. Hətta bükməyə belə büküb üstünə Alpengold yapışdıracağıq. Bükmək üçün belə kağız almışam. Belə göstəreyim. Bunlar yeni üçündür. İndi mən birini göstərdim. İkisi də ikisi də eynidir, yəni fərq yoxdur. Birini göstərəcəm bir dəqiqə. Məncə bunlar da çox qəşəngdir belə. Bir də belə marka qab aldım. Bu da belə marka var, bilmirəm bilirsiniz ya yox. Bu markanın qutusunu aldım. Çünki Məryəmə hədiyyə olaraq sırğalar almışam. O sırğaların birini bunun içinə qoyacağam. Məryəmin hədiyyələrini bilmirəm, göstərməyim. 31 dekabr hələ çox var. Bir də minik bir aksesuar alış-veriş elədik. Bu aksesuar alış-verişini həm bacımla ikimiz yəni özümüzə elədik. Bir də 2-3 dənə hədiyyə almışam. Bu hədiyyələri göstərməmək arasında qalmışam. Çünki Məryəmin ad günü hədiyyəsi var içində. Onu belə eləyək. Hədiyyələr aldıqlarımın hamısını göstərəcəm, amma deməyəcəm hansı Məryəmindir. İndi ən birinci bunu deyim, bu mənimdir. Bunu özümə almışam. Dekor videosunda taxım. Hətta bunu indi taxım dəqiqə. Bu ışığı da yanır bu arada. Işığı da yandırım dəqiqə. Uşaq kimi yəni belə şey olar. Yəni işığı yanmır bilmirəm, görsənmir. İşıq aydınlıq deyə var. Nəysə. İndi hədiyyələrim aldıqlarımı göstərəcəm. Bu özümə aldığım belə ulduzlu setdir. Çox qəşəngdir bu ulduzlu set məncə. Sonra deyirəm ya, vəbşə Məryəmə aldığım hədiyyələr. Məryəm inşallah bu vlogu izləməz. Məryəmə bir dənə belə sırğa almışam. Bir də belə bir sırğa almışam. Bir də bir iki əlavə hədiyyələr də olacaq. O da kutunun içinə qoyacağam. Ona görə onları demirəm. Bir də bacım özünə belə sırğa alıbdır. Bu da yolkalıdır. Sonra o sırğa, mən də özümə belə sırğa almışam. Biri əlcəklidir, biri də dəqiqə açım göstərim. Onlar üçün görsənməyəcək. Biri əlcəklidir, biri də belə konfetlidir. Məncə bu da çox qəşəngdir. Və son olaraq da bacım özünə belə yaşıl bantikli olan bir də yolkalı bilərzik yaptı. Mən də onun eynisinin qırmızı rəngi olanını almışam. Belə. Məncə bunlar da çox qəşəngdir. Və aksesuar alış-verişimiz də bu qədərdir. Bir də minik kosmetik alış-verişim var. Bu əslində kosmetika sayılmır, sadəcə belə göstərim. Bir çipri, taxma çipri almışam və taxma çipri yapışdırmaq üçün yapışqan almışam. Bunda bunu niyə aldığımı demirəm. Amma bir minik bir spoiler vermək olarsa rəsmdən qızlarla əlaqəli bir şeydir, elə deyim. Onun da ayrı videosu gələcək. Bunu onun üçün almışam ki, süslərində falan taxım deyər. İndi isə atamın minlik hədiyəsini göstərəcəm. Yəni çox kreativ bir şeydir. Mənim anamın ən sevdiyi heyvan atdır. Hətta anamın bir dənə atla şəkili var. Belə anamın üzünü blanklaşdırıb qoyaram bəlkə də. Yəni anam atları çox sevir də. Atam da bir mağazaya girmişdi. Orada belə böyük bir çərçivə gördü. Atam dedi ki, bunu dayanamadı anam alır. İndi isə o çərçivəni göstərəcəm. Biraz ağırdı. Kloku bu ortadır. Klokundan saymışam ki, hazır sizə göstəreyim. Çox kreativ bir hədiyyədir yəni məncə. Ayda gülməyim gələcəkdə qala bilmirəm. Nəysə, anam yəni o qədər sevir atları. Mən sevdiyim heyvan bu arada pandadır yəni. Onu da deyim. Xədi, sənin ən sevdiyin heyvan nədir? Xədi arxadan baxır deyə. Xədi, ən sevdiyin heyvan nədir? Xədi dovşan sevir. Nəysə belə. Yəni bu da anama aldığımız yeni il hədiyyəsi idi. Mama necə bəyəndin? Anam demişəm mən. Bunu asanda qoyaram şəklini, yəni göstərirəm vlogda rastladığımızı. Bu arada canlar, buna vloga əlavə eləməmişəm. Bunu özüm ayrıca evdə düzəltmişəm. Bunun içi belə göstərmişəm. Arxasında belə çöp şişləri var. Bunu özüm eləmişəm, yəni zərlərlə falan. Bu arxadakı kutu ad günü hədiyyəm vardı içində. Ona görə əlavə eləmişəm. Buradakı Şaxta Baba Noel papağı da oyuncaq kuklam var idi, onun idi. Bir də belə çıxılı Noel evi var. Bunu da özüm kartonlardan eləmişəm. Belə naxışını falan da hamısını ağarcı ilə falan eləmişəm. Məncə bu da çox qəşəng oldu. Bu aksesuarlarımız da bizim olanlardır. Qalan artıq siz bilirsiniz ki, hansılar Məryəmin idi. Bu arada buynuzların ışıqları belə yanır. Onu göstərim.
Və canlar bir də MAC-dən belə makyaj sabitləyicisini almışdım. Bunun səbəbini əsl deməyəcəm. Yəni bu da yeni ilə əlaqəlidir deyə göstərmək istədim. Normalda kipriklər falan alanda, kipriklər falan göstərəndə göstərəcəkdim. Sadəcə olaraq indi göstərdim çünki unutdum. Və amma deyim ki, bunun alma səbəbi də yeni ilə əlaqəlidir. Yəqin ki, onu dekor videosunda falan deyərəm səbəbini. Çünki o vaxta qədər dəqiqləşməlidir. Yəni rəsmdən qızlar gedəcəyimiz yer haqqındadır. Yəni bu da belə idi, bunu da göstərmək istədim. Nəysə canlarım, vlogumuz bu qədərdir. Ümid edirəm video xoşunuza gələr. Başqa video vloglarına görüşməyəcək. Hər bir çox öpürəm. Dekor videosunda görüşərik. Bay bay.